Deməli, bugün aparıram avtomobilin təkərlərini razval balans elətdirməyə. İlk əvvəl bir yumalıyam. Həm servisi bulamasın maşın, həm də ki daha keyfiyyətli balans olunsun. Çünki təkər disk sikli olanda balansa da təsir eləyir. Deməli, növbə çox idi deyə bir yer tapdım. Yüngülvari bir təmizlədim ki, çox pis görsənməsin, həm də servisi bulamasın. İndi gedirəm birinci balans elətdirib, sonra təkərlərin yerini dəyişib, sonra razvala. 5000-dən sonra təkərləri razval balans elətdirdim. Hal-hazırki təkərlərin vəziyyəti. Demək olar ki, razval balansa gecikmişdim. Nəyə görə radius təkər mərkəzində elətdirdim? Çünki bəzi servislər var ki, nə ustanın yanına qoymurlar ki, avtomobil təmir olunduğu zaman yanında dayanasan, nə də ki, elə bir gözləmə zalı var ki, yəni avtomobilinizdə nə detallar dəyişir, nələr yerinə qoyulur, onları görə bilmirsiniz. Amma radius təkəri mərkəzində o gözləmə zalında oturduğunuz yerdən rahatlıqla ətrafı görə bilirsiniz. Həm də avtomobilinizdə nələr dəyişilir, nələr düzəldilir, rahatlıqla görmək olur. Onlarda balans olunmamışdan qabaq təkərlər bir-bir xüsusi aparatla yuyulur, sonra balans olunur. Həm də ki, diskdən şini çıxartdığınız zaman bəzi yerlərdə montaj pastası vurulmur. Ya əl sabunu, ya da qap şampunu istifadə eləyirlər, onunla şini diskə yerləşdirirlər. O həm təkərə ziyan vurur, həm də ki, bir montaj pastası qədər keyfiyyətli olmur. Razvalı isə, yəni təkər bucaqlarının tənzimlənməsini isə təkər evində Salih usta var, onun yanında elətdirdim. Çünki məndə VAZ 2107 olanda çox ustalar onu düzgün razval elətdirə bilmirdi. Amma Salih usta bir dəfə razval elədi, çox razı qaldım. Yəni nə maşın sağa çəkirdi, nə sola çəkirdi. Zaten tekerlerim de maşallah yememiş. O da iyi gözüküyor. Yəni bir ildir ki, yəni bir problem yoxdur. Yok, bir yıla göre çok kaçmış sayılmaz bu. İyiydi. Hə. Hafif şunları oynayacağım sadece. Birazcık bunları oynayacağım. Şu kırmızılarımızı kaldırdık ortadan. Bu təkərlərin yeyilməsi necədir usta? Yəni ki, bir il ərzində çox yeyilib, yoxsa? Yok, gayet güzel. Ona baktım. İyi gidiyor yani. Senin rulunda çok boşluk var ama.